у тебя ощущение? Быстро скажи. Не делайте. Могу так не делать. Я не привык. У меня еще тут эта штучка есть. Секундочку. Там beklenme için. У меня этот микрофон. Завтра пойду постригуюсь. Belə başına evə getsəm, mənə evdəkilər gülləliyər. Adam gözə deyər bunu. Ceysənsən. Мы уже собрали 2 чемодана. İkisi de 25 kilodan çok idi. Просто ki 2 kilonu boşalttık, 23 oldum. Biz şimdi fikirləşirik ki, gedək lentəyə. Oradan bir dənə balaca samadan alaq. Rauf da deyirdi ki, her şey... Valbreysdəki samadanlar gəlir, biz samolyotda olanda gələcək. Rauf da deyirdi ki, 2 çemadana her şey yerləşəcək. Lentadan görək nə tapırıq. İşte sonra baxaq da nə yerləşəcək, nə yox. Rauf, bəsdir, eləmə. Maraqlı. Ayza da belə yatıb durub yaq, indi də yatmır. Bəs Emi? Надеюсь, что ağlamayacaq indi. Bəs Emi? Эми də gəzir özü üçün. Мы уже, ребята, как третий день не можем никак собраться. Beşlərimiz çox-çoxdur. Heç nə yerləşmir. Ayza da belə fikrə gedib biraz. O da bilmir hara nəyə qoyaq. İndi də gəldik, yəni çıxdıq gəzməyə biraz və gedib yenə beşlərimizi yıxacağıq. Осторожно. Daş, az qalıb əslində. Burası az deyə, yəni heç nə elə bil tutarmır. Dedik ki, bir dənə də çimadan böyük alaq. Mama o gələndə gətirmişdi. Burası sınıqdı biraz. Və hayda yoruldum. O şimdi biz bağladıq. Karoçi bir dənə çimadan dedik ki, yəqin hər şey yerləşər də indi. Yəqin yox, əmin idik. Karoçi yedi də heç də yerləşmədi. Çatmayan veşləri qoyacağıq burada. Dəsmallar, halatlarımızı qoyduq burada. Rauf'un da deyəsən nasreniyası yoxdur. Hayır olmuşam. Ürəyim sıxılır. Çünki yığışıb qutara bilmirik. Наконец-таки мы собрались. Вот выходим. Здесь. В общем, вот так. В общем, şu anda biz çatdıq aeroportdan. Rauf gedib evinə kömək eləməyə. Orada hələ 3 dənə çimadan var. Biz də belə durmuşuq. Ayza, mən, Emi, bir dənə də çimadan. Bir də buna bax. Rauf, bir dənə. Bir dənə də bu var. Yəni belə. Ucuz. Öldüyüz belə. Böyle bir polный bagajlık. 2 tane bagaj da üstümüzde var. Aslında 4 tane bagaj olmuş. yok gidelim üstümüzde bu değge. Bu çok çirkin. Sorry ben de yani bilmiyorum yani hansı eline götürüp mikrofonu takalım ona göre mikrofonsuz. Amma salam. O şimdi gel danışaq ne olur. Day Ayza gördünüz. Короче, biraz danışaq nə olub. Можно будет чай, пожалуйста, если что? Hə, nə olub? Bizi, во-первых, buraxmırdılar yeməyə görə. Buranın da olsa, hər şey yollar üstündə, ayağımın altında yemək. Bir dəqiqə tərpinə bilməm, böyən partiyyə 4 saat 15 dəqiqə belə yol gəldi. Yalan benim de sərtin ayısı mənim üstümdeydi. Bu dəqiqə götürüb Ayzanı. Ki mən biraz yemək yiyeyim. Hə, boşum, uşaqlar. Boşum. Biz gedirdik adı nədir? Keçirdik pasport, niyə o pasport adı yox, belə harada bagaj yer verir sənə. Boşum, keçirik orada, heç bir Emini vesini yoxlayırlar. Mən də narahat idim ki, Emini vesi çox olar birdən buraxmadılar. Çünki evdə baxdıq, biraz 8 kilo maksimum olur keçirmək. O da 8 neçəsə idi. Dedim birdən də, yəni deyərlər nəsə. Başım qoyduq, birinci hər şey normaldir. Sonra nəsə şeylə bağlı, sertifikatla bağlı dedilər ki, ay 5 gün qabaq yox, 3 gün qabaq eləmək lazımdır. Sağ olsunlar ki, aeroportda o yer var, yəni o rahat, heç nə olmaz. Biraz stres çəkdik orada. İkincisi də obursu qadın gəldi. Biri gəldi, deyir ki, bir dənə itviz qalxsın düz, o ora yerləşmir axı. Deyirəm, necə yerləşmir də, yəni yerləşir də uzanıb da. Deyir ki, yox, o polni ayaq üstü duranda rahat durmalıdır o kletkada.
Oyda. Bize deyirik ki biz sizin... Kreditli olsa özüm də cibisində gələrəm ya. Yo da yani indi gəlib şey deyirlər. Deyir ki bəs yox biz elə buraxmırıq. Ayda mən də qorxdum orada, Rauf da qorxdu. Fikirləşdi neyini. Dedi ki bəs şeydir də, yəni necə olmaz da, yəni Aeroflotla biz gəlmişdik burada. İndi necə bizi buraxmırsınız da? Sizin avialiniyayla gəlmişdik və bizi buraxıblar elə eyni vəziyyətdə. Deyir ki, yox mən bilmirəm necə sizi buraxırlar. O şimdi qardaş belə uzatdı. Sonra dedi ki, gözlüyün dibdən yığacağım kiməsə. Kiməsə yığdı, soruşdu. Dedilər ki, sonra yenə bizə şeylədi. Dedi ki, yox, sizi buraxmırlar. Bizi buraxmırlar. Biz belə qaldıq. Xəstə deyir ki, bagajda göndərə bilərsiniz. Rauf da dedi ki, siz iti bizi bagajda. O da bir ondan qabaq söhbətdə dedi ki, mənim də itim var, 8 kilodur, bilməm, kletkası ona yaxşıdır, o rahat durur. Başladı nəsə gic danışmaq. Axırda Rauf dedi ki, siz də iti bizi göndərərdiniz şeyə, adı nədir, bagajlı отделениyada. Deyir ki, yox, və deyir ki, biz necə göndərək də? Deyir ki, bəs mən poizdən gedərdim. Yox, deyir ki, mən elə olsa, heç uçmaram, Mən dedim ki, birincisi biz bura gələndə bizi buraxıblar, indi qayıtmalıyıq vətənimizə buraxmalar. Deyir, onda mən poizdən gedərdim. Deyirəm, poiz işləyir Bakıya. Xəstədir. Sonra heç nə. Sonra o şimdi yenə yığdı, dedilər ki, bəs yox, biz də dedik ki, başa düşmədi də, yəni biz uşaqla durmuşuq burada. Şüvənimə saldım ki, bəs bu nədir? Mən bu Aeroflota o görə seçəcəm ki, siz həmişə itəyə görə yaxşıdır, beşməşən siz itinə hər cür şərait yaradırsınız. Deyirəm, bəs bundan sonra mən sizi yox ki, azalır seçəcəm, nə bilim. Az yalan demədi, söylədi mən. Elə dedim elə. Elə cümlə işləmədim. Niyə azalda otururam, gəlib sizə deyirəm. Elə dedi. Elə, eyni şey çıxırdı. Bax şimdi, şüvənimə saldım. Düşməmişsən, kimi xalas olursan? Aynı xalas olursan, mən xal. Qaroçu da, belə. Axırda da dedi ki, gözləyin. Biz də dedi ki, kimisə çağırın, biz özümüz danışaq da, yəni. O şimdi, axırda da eləmədim. Axırda da yenə yığdı, dedi gözləyin. Yenə yığdı, kimsə danışdı, dedi ki, təkcə uşaqlansız deyə ona görə iskuçeni eləyirik sizə və buraxırıq. Sağ olsun Ayza. Bir saate satırıq. Sağ olsun Ayza'ya görə o şimdi evdə keçdim. Bizə deyir ki, amma bu zarafat deyil, amma bu zarafat deyil, amma bu zarafat. Mən zarafat deyiləm ki, itimiz də aparıb Bakıya. Bu zarafat deyil, bu səfər sizin keçireyim. Sizi iskuçeni eləyib keçir, amma bu zarafat deyil. Qalmışam ki, bu nə zarafatından danışır. Mən bundan nə vaxt zarafat elədim. O işim Karaçım, belə işlər. Mən də stres çəkdim. Şu ayaqlarım əsir. 4 saatı, 3 saat yarımda uyuyub. Nəqlimiz. İndi bir daha sakitləşib, sağolsun. İnşallah ki, belə də sakit sağolsun. Ayşə də yatır, indi yatır. Təkcə bu kodumuzda. Наконец-то ki, biz çatdıq. Ayşə də belə özünü şeyləyir. İnşallah. Bir video seçmişəm, bu olsalar da var. Bütün uşaq bir yerdə qışqırır, oraya partlaydı. Biz gəlib çatdıq, inanmağım gəlmir. Rauf da bilmirəm hardadır, yəqin ki şey eləyir, bagajları çıxardır. Наконец-то доехали. И пошли. Да. Идем, поздороваемся. Açıyorum dağı be bu. Всем привет. Мы наконец-то доехали. Вот, приехали нас встречать. Айдан. Да, Айдан. Я приехала, нет, она и Тарвис. И еще кто-то. Сосед, по-моему, не знаю. Niye böyle bir şey getirirəm eksponat kimi. Снимаем, все снимаем. Hangi yedo? Toplatırdı yani, orası toplat. Bayramından ne uşak? Yalnız
Bilirəm valla. Yok hiç bilmirdim. Hiç kim bilmirdi. Bu ne diye bile. Koymadı çekim.